Biz bugün şeytan haqqında danışacağıq. Şeytan deməli Tanrının yaratdığı ən kamil varlıqlardan biridir, bəlkə də ən kamil varlıqdır. Tanrı özündə olan bütün xüsusiyyətlərin 80%-ni demək olar ki, şeytanda da yaradıb, şeytana da verib. Bu xüsusiyyətlərə bir tək yaratmaq, öldürmək, diriltmək bunlar aid deyil və digər bütün gücü, qüdrəti, məntiqi, zamandan xaricə çıxmağı və s. və ilaxır bütün bu xüsusiyyətlərin hamısı bildiyimiz kimi şeytanda da var. Və mən elə düşünürəm ki, müəyyən bir müddətdən sonra şeytanın artıq artan nüfuzu, mələklərin qarşısında artan nüfuzu Tanrını düşünməyə vadar edib. Bu nüfuzun, şeytanın nüfuzunun artmağı bir növ Tanrının harca nüfuzunun aşağı düşməyinə gətirib çıxarıldı və Tanrı belə bir plan tutub şeytanın aşağı səviyyəli bir varlıq yaradıb və şeytanda etdiyi səhvləri insanda düzəldib, hansı ki şeytana verdiyi bəzi səlahiyyətləri artıq hesab edib və onları insanda yaratmayıb və təbii ki bu yaradılış şeytandan aşağı səviyyədə olub və bunu aşağı səviyyədə yaratmağın əsas məqsədlərindən iki məqsəd var. Biri, yenə şeytan qüdrətdə bir varlığın yaratmağın yanlış olduğunu düşünmək. İkinci səbəb isə bir növ cəza metodu kimidir şeytana qarşı. Yəni səndən aşağı bir varlığı önündə səcdə edərək səni cəzalandırmaq istəyirəm demək istəyib. Və bütün mələklərə əmr edib ki, insanın qarşısında səcdə edir. Burada şeytanın əslində variantı yox idi. Şeytan səcdə etsəydi də cənnətdən qovulacaqdı. Çünki Tanrının ən böyük əmrlərindən biri, Allahın ən böyük əmrlərindən biri odur ki, Allahdan başqa heç bir varlığın önündə səcdə etmək olmaz. Bu paradoks buradadır. Əslində şeytan burada çıxılmaz vəziyyətdə qalıb və bunun sınaq olduğunu düşünüb. Çünki şeytan həm də zəki, məntiqli bir varlıq olub. Bunun sınaq olduğunu düşünüb və Allahın ən öndə əmri olan Allahdan başqasına səcdə etməyin əmrinə itaət edərək Allahdan başqa heç bir varlığın, hətta Allahın əmri ilə belə olsa önündə səcdə etməməyi seçir və Adəmin önündə səcdə etməyi. Deməli şeytan yeganə mələkdir ki, mələklər içində yeganə mələkdir ki, Allahdan qeyrisinə səcdə etməyib. Bütün mələklər Adəmin qarşısına səcdə edərkən şeytan bunu etməyib. Bu kitabımda bu mövzu haqqında ətraflı yazmışam. Əslində proseslərin insan təfəkküründən düşünəndə, məsələn, necə baş verə biləcəyini təxmin eləməyə çalışanda ortaya belə bir mənzərə çıxır. Demirəm ki, bu belədir, bu düzgündür. Sadəcə bu bir yanaşmadır, bu mənim yanaşmamdır. Bununla razı olmaya da bilərsiniz və bu mütləq həqiqət deyil ki, mən bunu sizə sırlayıram ki, bu belədir. Yox, belə deyil, belə olmaya da bilər. Bu bir varsayımdır, bir təxmindir. Razı ola da bilərsiniz, olmaya da. Və bu fikirlərin davamını, eləcə digər mövzular haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, mən sizə bu kitabı, öz yazdığım bu kitabı tövsiyə edirəm. Bu kitabda digər varsayımlar da var, hansı ki orada şeytan və Allahın birlikdə dünyanı yaratmağına dair məsələlər var. Sonra aralarında baş verən intriqa nəticəsində dünyanı necə bölüblər, onun haqqında da ətraflı yazmışam. Yəni bu əslində mənim düşüncəm yox, Allaha asi çıxan bir personajın düşüncəsidir və bu din əleyhinə deyil qəti bu kitab. Sadəcə olaraq bu, necə deyim, bir personaj əgər Allaha asi çıxıbsa, məsələn siz Yezid haqqında bir kitab yazırsınızsa, təbii ki Yezidin mənfi fikirlərini də, mənfi hərəkətlərini də yazmalısınız ki, o kitab, yəni o obrazı düzgün təsvir edə biləsiniz. Bu kitabın baş obrazı olan Qulam da Allaha asi çıxır. Əslində əvvəli dindar olur, sonra da Allaha asi çıxır və dindən dönür. Kitabda qeyd edilən bu obraz müsbət personaj deyil, həyatı örnək həyat deyil, yaşayışı örnək, davranışı örnək təşkil edəcək davranışlar deyil, əksinə mənfi personaj kimi qeyd olunub və İslamı təmsil edən personajların isə müsbət personaj olduğu qeyd edilir. Yəni bu kitab heç bir halda insanları dinsizliyə çəkir, dinsizliyin daha yaxşı, daha gözəl olduğunu təşviq eləmir.
əslində dinin insan həyatında necə önəmli faktor olduğunu vurğulayır və bir növ insanın yaşamaq üçün, xoşbəxt olmaq üçün, düzgün yaşamaq üçün dinə olan ehtiyacından danışır. Kitabı əldə etmək üçün mənim inboxuma və aşağıda qeyd etdiyim nömrələrə yaza bilərsiniz. Təşəkkür edirəm dinlədiyiniz üçün.